Bismillahirrahmanirrahim. Salam əziz və dəyərli müsəlmanlar. Bir daha sizi Ramazan ayına həsr olunmuş Quran ayı söhbətlərində xoş gördük. Bugün biz Nəhl surəsinin 120-ci ayəsi barəsində danışacağıq. Ayədə Allah Teala buyurur: "İnne İbrahimə kana ummatan qanitan lillahi hanifan və lam yekun minel müşrikin." Həqiqətən İbrahim Allaha müti olan bir ümmətdir. Hanifən və ləm yəkun minəl müşrikin. O, haqq yoldadır, müşriklərdən deyildir. Bəzi müşriklər keçmişdə özlərini Hz. İbrahimə mənsub edirdilər. Allah da buyurur, İbrahim özü bir xalq idi, xalq gücünə malik idi. O, əsl tövhid əhli idi. Onun müşriklərlə, bütpərəstlərlə heç bir əlaqəsi yox idi. Ayədə diqqəti çəkən əsas məqamlardan biri budur ki, Allah Teala buyurur, İbrahim bir xalq idi. Niyə? Çünki İbrahim bir bütpərəst xalq müqabilində durub mübarizə aparırdı. Elə bir dərin iradəyə, iti zəkaya malik idi ki, tək başına bir xalqla mübarizə aparırdı. Bir xalq xalqa qarşı mübarizə apara bilər. Amma İbrahim Peyğəmbər tək başına bir xalqa qarşı mübarizə aparırdı. Allah Teala Bəqərə surəsinin 125-ci ayəsində buyurur: "Və ahidna ilə İbrahimə və İsmailə ən tahhirə beytiyə lit-taifinə vəl-akifinə və ruk'əs sucud." Biz İbrahim və İsmaillə əhd bağladıq ki, mənim evimi səcdə edənlər, təvaf edənlər və etiqaf saxlayanlar üçün paklasınlar. Nədən? Bütlərdən. Allahın evi ətrafında bütlər qoymuşdular. Necə ki, Peyğəmbərin dövründə də idi. Peyğəmbər Məkkədə olan müddətdə, Mədinədə olan zamanlarda Məkkənin üstündə bütlər vardı. Və mə kənə salatum indəl beyt illə mukəun və təsliyə. Tavaf edirdilər, fit verirdilər, əl çalırdılar. İbadətləri də bundan ibarət idi. Allah deyir, biz İbrahimlə əhd bağladıq. Allahın evini bütlərdən təmizləsinlər. Və İbrahim Peyğəmbər də Allahın evini bütlərdən təmizlədi. İsmaillə də deyir, bu əhdi bağlamışıq. İsmail Peyğəmbər də bütlərdən təmizlədi. Əslində bu canlı bütlərin, bu cansız bütlərin arxasında canlı bütlər dayanır. Yəni, bu canlı bütlər olmasa, əgər o bütpərəst müşriklər olmasaydı Məkkədə, o bütlər orada dayana bilməzdi. Onları müdafiə edənlər var idi. Əsas o canlı bütlərdir. Bəzi müsəlmanlar şaşıb, diqqəti canlı bütlərdən cansız bütlərə yönəldirlər. Əslində o cansız bütlər heç nədir, onların orada saxlayanlar vardır. O bütləri gündəmdə saxlayıb insanları onlara sarı yönəldənlər vardır. İbrahim Peyğəmbər o bütləri qırdı və canlı bütlərlə üz-üzə qaldı. Onlar ki, o bütləri qoruyurdular. Və insanları aldatmaq üçün, insanları istismar etmək üçün onları o bütlərə sarı yönəldib, onları özlərinə qul etmişdilər. İbrahim Peyğəmbərlə Allah əhd bağlayıb ki, bütləri qırsın. İsmail də o bütləri qırdı. İslam Peyğəmbəri Hicrətin 8-ci ilində Ramazan ayının 20-si bəzi mənbələrə görə 21-də Məkkəni fəth etdi. Məkkəni fəth edəndən sonra vaxt gəlib çatdı o bütləri Kəbənin üstündən aşağı salmağa və qırmağa. Burada Peyğəmbər Həzrət Əli əleyhissalam o bütləri qırırlar. Baxmayaraq ki, orada müxtəlif sahabələr var idi, insanlar var idi. Bilirsiniz də, belə məqamda da bəziləri özlərini daha da çox müsəlman kimi göstərmək üçün, Allaha bağlılığını nümayiş etdirmək üçün daha da canfaşanlıq eləyirlər. Peyğəmbərimiz buyurdu, yox, mən və Həzrət Əli o bütləri qıra bilərik. Və hədis mənbələrində keçir ki, Həzrət Peyğəmbər Həzrət Əli ilə birgə o bütləri Kəbənin üstündən salıb və bütləri qırdılar. Ramazan ayının 20-si ya da 21-də. Niyə? Bu bir əhddir. Allah
Bəqərə surəsinin 124-cü ayəsində deyir. Deyir: "Və zibtala İbrahim rabbuhu bi kelimatin fa'temmahunna qala inni ca'iluka lin-nasi imama. Qala və min zurriyyati qala la yanalu ahdiz zalimin." Allah İbrahimi imtahan edəndən sonra ona imaməti verdi. Dedi: "Və min zurriyyati, bu nəslimdən olan nümayəndələrimə də yetişəcək, övladlarıma da yetişəcək. Qala la yanalu ahdiz zalimin." Dedi: "Bu əhdim nəslindən olan zalimlara, günahkarlara yetişməz. Məsumlara yetişər. Bu bir əhddir." Bəqərə 125-də də Allah Teala buyurur: "Biz İbrahim, İsmaillə əhd bağladıq ki, imamət əhdinin şərti budur. Siz bütləri qırın. Bütləri qırmalısınız. Allahın evini təmizləməlisiniz." Ona görə də Həzrət Peyğəmbərimiz Məkkəni fəth edəndən sonra Həzrət Əli ilə birgə o bütləri qırır. Əslində Peyğəmbərimiz o canlı bütləri qırmışdı Bədir döyüşündə, Uhud döyüşündə. Onları öldürmüşdü, qətlə yetirmişdi. Sonra gəldi o taxtadan, daşdan düzəldilmiş bütləri qırdı. Bəzilər bugün çaşıb ya da çaşdırır, bilə-bilə insanları çaşdırıb canlı bütlərdən cansız bütlərə diqqətləri yönəldir. Hansı ki o cansız bütlərin arxasında əslində o canlı bütlər dayanıb. Onlar da o bütləri gündəmdə saxlayır. Onlar da o bütlərin təhlükəsizliklərini təmin edirlər. Bu gün də siz görürsünüz Allah Taala Peyğəmbər nəslinin davamçıları ilə bugünkü dünyanın bütü olan Amerikanı, İsrailin kürəyini yerə qoyur. Görün necə onları məğlub edir. Bugün Seyyid Sistani ağa Peyğəmbər nəslinin nümayəndəsi. Xomeyni ağa rəhmətullah aleyh Peyğəmbərin nəslinin nümayəndəsi. Seyyid Həsən Peyğəmbər nəslinin nümayəndəsi. Əziz şəhidimiz İmam Xamini ağa Peyğəmbər nəslinin nümayəndəsi. Yəməndəki Husilərin rəhbəri Peyğəmbər nəslinin nümayəndəsi. Allah Teala öz seçdiyi, bəyəndiyi və Quran-ı Kərimdə o nəslin davamlı olmasına, axirə qədər yaşamasına vəd verdiyi o nəsil vasitəsilə o bütləri qıracaqdır. İnna a'taynakal kevsar fasalli li rabbika vanhar inna şaniyaka huvel abtar. Bugün bütün dünya üçün bütə çevrilən Amerika görün necə zərbələr altındadır. Onun o hegemonluğuna elə bir zərbə dəyib ki, elə sarsılıb ki, bu onun hegemonluğunun başlanğıcı və sonu olacaqdır. Allah Teala bu bütün kimlərin vasitəsilə sındırdı? Bu hegemonluğa kimlərin əli ilə zərbə vurdu? İbrahim Peyğəmbərinin, İsmail Peyğəmbərin, Məhəmməd Peyğəmbərin nəslinin nümayəndələri vasitəsilə. Allah Teala bu əzəməti digərlərinə nəsib edə bilməzdi. Nəsib edə bilməz. Allah Teala bu əzəməti digərlərinə verməz. Allah deyib ki, İnna a'taynakal kevsar. Biz sənə Kövsəri vermişik. Ey Allahın Rəsulü, biz sənə Kövsəri vermişik. Biz imamətlə əhd bağlamışıq ki, imamət Peyğəmbərimiz, imamlarımız və onların nəslindən olan paklar yalnız və yalnız o bütləri qıra bilərlər. Bugün biz bunun şahidiyik. Görürük ki, Amerikanın o özü üçün yaratdığı o məğlub olunmaz obrazı Hollywood vasitəsilə dünyada formalaşdırdığı o məğlub olmaz, uduzmaz əfsanəsi bugün aradan getməkdədir. Bugün məhv olmaqdadır. Allah Teala inşallah bu qələbələri İmam Zaman ağanın zuhuru üçün bir zəmin olaraq qərar verəcəkdir. Allah bizə rəhmətini, bərəkətini nazil edib ki, bizi sevir ki, biz bu xəttəyik, bu yoldayıq. Bugün bütün dünyanın bütünə çevrilən Amerika-İsrail birliyi və hegemonluğu aradan getməkdədir. Ramazan gecəsidir. Qədr gecələrindəyik. Dua eləyin. Allah Teala duaları qəbul edir. Allah Teala vədə verib ki, yer üzünün
hökmranlığını, rəhbərliyini salihlərə verəcəkdir. Vəssalamu aleykum və rəhmətullahi və barakatuhu.